Yazı pozu işi var yoldaşlar, yazı pozu işi var. Yazı pozu işi ümumiyyətlə ölkəmizdə çox olan işlərdəndir. Lakin mən sizə diqqət çəkən variantlarından bir-iki misal vermək istəyirəm. Misal üçün, AFFA-da iş var. AFFA haradır? Azərbaycan Futbol Federasiyasıdır. Orada misal üçün iş var. Azərbaycan Futbol Federasiyası Assosiasiyasıdır. Orada misal üçün baş katibin köməkçisi işi var. Elə bir vakansiya var və bu vakansiyanın şərtlərindən biri budur ki, ali təhsilli olmalısınız. Və tələbləri var, ingilis dilini yaxşı səviyyədə bilməlisiniz. Azərbaycan dilində mükəmməl səviyyədə bilməlisiniz. Yazılı və şifahi kommunikasiya bacarığınız olmalıdır. Ofis proqramlarını, Teams, Zooms və s. yaxşı bilməlisiniz. Belə deyək, şəxsi asistent işidir bu. Buna bənzər asistent işi, asistent təşkilatçı işi Melody Coaching and Consulting-də də var. 700-2000 manat aralığında 26-35 yaşlı şəxslər üçündür. Bunun şərti nisbətən daha azdır. Rus dili tələb edir, kompüter ofis proqramları tələb edir və əsas tələblərindən biri də disiplinli olmaq tələb edir. Planlamağı bacarmağı və plana sadiq qalmağı bacaranlar üçündür bu iş. Yəni heç olmasa bu üç şərtə uyğunsunuzsa bu işə müraciət etməyi düşünə bilərsiniz. Sonra Aqrovestdə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində audit köməkçisi işi var ki, bu işdə az şərtli işlərdəndir və perspektivli işlərdən biridir. Bu işin şərti də budur ki, ali təhsilli olasınız, analitik düşünmə və detallara diqqət yetirmə bacarığınız olsun, hesabat hazırlamaq və məlumatları təhlil etmə bacarığınız olsun. Varsa belə bir özəliyiniz, 700-800 manatlıq belə bir iş var. Bu işə müraciət edə bilərsiniz. Bundan əlavə yoldaşlar, mən sizə növbəti işlərdən də bəhs etmək istəyirəm. Amma bir daha qeyd edelim, yazı pozu işləri olanlar ilə ancaq bunlardan ibarət deyil. İnsan resursları əməliyyatları üzrə təcrübəçi işi var. Qeyd edelim ki, bu işin iki variantı var. Biri Oba marketdə olmalıdır, digər isə tam usturda. Mən amma sizə hal-hazırda digər variantından bəhs etmək istəyirəm. Misal üçün, bu bəhs etmək istədiyim Oba marketdəkidir. Tamdakı daha az şərti var. Ailə təhsil tələb edir, misal üçün, Oba marketdəki və ofis proqramları üzrə ilkin biliklər tələb edir. Yəni, demir peşəkar ofis proqramları, yəni Word, Excel, xeyr. Deyir, ilkin biliklərim varsa, insan resursları, psixologiya, biznes idarə edilməsi, maliyyə üzrə ali təhsillisinizsə, müraciət edə bilərsiniz. Növbəti bir iş, sonuncu iş olmalıdır bu. Deməli, Allah qoysa, deməli, bu iş admin asistent işidir yoldaşlar. Burada amma sizdən xarici dil biliyi tələb olunur. Fikir verdinizsə, mən sizə təxminən 3 dənə asistent işi bəhs etdim. Bu asistent işləri ümumiyyətlə elə işlər olur ki, adətən dil tələb olunur. Fikir ver, xatırlayaq gəlin. Azərbaycan Respublikası, daha doğrusu AFFA-da da rus dili tələbi var idi deyəsən. Yoxsa ingilis idi. Sonra o birisində də tələb var idi. Ümumiyyətlə yazı pozu işlərində dil tələbi olur adətən. Deməli, bu iş, misal üçün yoldaşlar, bu admin asistent işi Tbilisi prospektindədir. 900 manat verir nə demək ki, 8 saatlıq işdir, 5 günlük işdir. 1 illik heç olmasa iş təcrübəniz olmalıdır əlaqədar sahə üzrə. İngilis dilini yaxşı bilməlisiniz və ofis proqramlarını da bilməlisiniz. Varsa belə bir özəlliyiniz, bu işlərə müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər yazı pozu və yaxud da fərqli sahələrdəki işlərdən də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda paylaşılıbdır. Siz bu videonu harada görürsünüz? YouTube'da mı görürsünüz, TikTok'da mı görürsünüz, bilmirəm dəqiq olaraq. Amma belə bir məlumat verə bilərəm sizə. YouTube'da görürsünüzsə, YouTube kanalımıza daxil olduqdan sonra profildə əlaqə vasitəmizi görə bilərsiniz. Görə də bilmirsinizsə, elə bu videonun altında şərh yazaraq soruşa bilərsiniz. Yox, əgər TikTok'da görürsünüzsə, o halda da bu videonun adının altında Toğrul Əcəb sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul Əcəb adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra bioda, profildə əlaqə vasitəsi qeyd olunub. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.